Günahdır. Bəli. Əslində qəlbə toxunmaq bir mənalı günahdır. Bəzi insanlar var, hayküydən, səsküylü insandan qorxurlar. Çox da qorxmağa ehtiyac yoxdur emosional insanların o hayküyündən. O insanlardan qorxun ki, onların qəlbinin qırmısız, inci salmısız. Onlar sükut halındadırlar. Bilin ki, mütləq sükutun arxasında xeyir olmayacaq. Qəlbi sındırdığın tərəfin müqabilində, o qəlbi ki sındırıbsan, onun müqabilində Allah'tan bir zərbə alacaqsan. Sındırdığın qəlbə görə Allah səni yaralayacaq. Ona görə heç kimin qəlbinə ləkə salmayın, küstürməyin. Çünki onlar sizə cavab verməsələr belə, onları yaradan, onların sahibi olan Allah bunun mütləq cavabını verəcəkdir. Allah sınıq qəlblərdə gizlənmişdir. Dualar oradadır, mələklər sınıq qəlblərdədir. Nida, məhzun qəlblərdən gedən sözlər əlaqə ilə Allaha çatar. Üzünlü qəlblərdən çıxan hər bir nalə məqamına çatar. Allah bu cür miskinli qəlblərin bəlasından qurduğu yaradan bizi qorusun.